Nəhayət ki, o gözlədiyiniz, həmişə soruşduğunuz məktəbə hazırlıq qrupunu yaradırıq. Məktəbə hazırlıq qrupunu bu işin mütəxəssisinə həvalə edirəm. Aysel Nəsirovaya. Mən uzun illərdir həm tipik, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyirəm. Məqsədim uşağın öyrənmə potensialını, diqqətini və özünə inamını inkişaf etdirməkdir. Bu proqramda uşaqlar həm oyunla, həm hərəkətlə, həm də fərdi yanaşma ilə məktəb həyatına hazırlanırlar. Mən həmişə onların qrupuna girəndə təəccüblənirdim. 12-dən artıq uşaq var idi və hamısı çox qəşəng bir şəkildə onu dinləyirdi, yazırdı və oxuyurdu. Hər addım bir zamanlar xəyal kimi görünən arzuların reallaşmağıdır. Bu dəfə isə o xəyal məktəbə hazırlıq qrupumuz gerçək oldu və mən onu ürəklə inandığım bir peşəkara həvalə edirəm. İndi içimdə qəribə bir rahatlıq var. Sanki hər şey öz yerinə oturdu. İnanıram ki, bu yoldan uşaqlar üçün gözəl nəticələr doğacaq. Bəzən sadəcə doğru insanlara etibar etmək yetir.